Tapın görüm işçinin adı nə idi? Rasim. Bayaq yolda gələndə də yolla keçirəm 2 dənə uşaq dayanmışdı. Bir də gördüm mənə görən kişi elə Rasim dayanmadan qışqırırlar. Xiyar var orada. Xiyarə adı var. Xiyar deyil, xiyarə. Qız versəz. Yes. Xərçəng yoxsa oxatan? Xərçəng. Yaxşı, mənə seçmə. Bu arada xərçəngədən mən qəşəng litsiyədim. Çünki əvvəlki bölümdə də xərçənglə bağlı ki, ən xəyanətkar biz seçmişdik. Son sual. Hilal Əlzadə yoxsa Ervin Paşa? Salam dostlar, hər birinizi xoş gördük. Söz səndə podkastının ikinci verilişindəyik. Bu verilişdə qonağımız Ervin Paşa. Alqışlayırıq. Şad oldum, çox sağ olun dəvətiniz üçün. Ümid edirəm doğrudan da maraqlı bir podkast keçəcək. Gəldiyin üçün mən təşəkkür edirəm həqiqətən. Bu aralar özü çox hype-dadır hal-hazırda sosial mediada. Rasim videosuna görə. Yes. Əslində sənə strukturumuz vardı, qısaca məlumat verim. Ondan sonra bir-birimizi daha yaxından tanıyaq. Söz səndə podkastı 6 mərhələdən ibarətdir. Birinci mərhələdə giriş hissəsidir. Qonaq 15 saniyə içərisində sürətli bir şəkildə özünü ifadə eləyir. Burada səndən Ervin təqdimatı yox, Rasim təqdimatı istəyəcəm. Rasim səsi ilə danışmağı istəyəcəm. Onun üzərinə biraz fokuslayam. İkinci hissə normalda linç bölməsidir. Gələn tənqidlərə baxırıq. Bunu da linç əvəzinə Rasim bölməsi eləmişəm. Çünki Rasimə yenə Rasimə o. Çünki linç komment gəlməyib demək olar. Yəni bu yaxşı bir şeydir əslində. Orada gələn 7-8 kommenti oxuyacağıq və dəyərləndirəcəyik. Videolara bir yerdə baxıb. Üçüncü hissə mən kiməm bölməsidir. Mən kiməm bölməsində mənim ağlımda olan 4 nəfər var. Sən hə yox sualları verərək 1 dəqiqə və yaxud da 1 dəqiqə 30 saniyə içində vəziyyətə uyğun baxacağıq. Tapmalısan kimdir? Yes. Tapa bilməsən izləyicilər tapacaq. Dördüncü yerdə top 5 formatıdır. Bunu yəqin ki bilirsiniz. Sənə bəzi məşhur suallar verəcəm. Orada ilk pillədə olan belə deyək, varlıqları və yaxud da insanları tapmağa çalışacaqsan. 5-ci yerdə o yoxsa bu formatıdır. Sənə 2 seçimlər verəcəm. Məsələn, pizza, lahmacun və yaxud da ki burger, pizza belə bir seçim verəcəksən. Yes, ən sonda birini seçmiş olacaqsan. 6-cı hissədə də final bölməsidir. Final bölməsində həm özünlə bağlı fikirlər deyəcəksən. Daha doğrusu izləyicilərə maraqlı fikir deyəcəksən. Məsələn, nə məsləhət verirsən, nə tövsiyə edirsən. Bir də podkastı dəyərləndirəcəksən. Onun üzərindən neçə verirsən, onu deyəcəksən. Belə. Hazırsansa birinci hissəyə keçid eləyək. Hazıram. Giriş bölməsinə keçid eləyək. Səni ilk öncə 15 saniyə ərzində Rasim təqdimatını görək. Ondan sonra səndən kiçik bir tanışlıq eləyək. Çünki mən özüm də birinci dəfədir səni görürəm. 15 saniyə vaxt nə olacaq? Sən 15 saniyə vaxt verirəm, sən özünü hazırla. 3 2 1. Deməli, Nigarı səsləndirən Ervindir, gördüyünüz bu oğlan. Uzun müddətdir ki, məni belə biabır eləyib hər yerdə mənim səsimi çıxardır. Amma yaxşı uşaqdır. İnşallah ki, daha yaxşı olacaq. Tamam, 3 saniyen qalmışdı, bitirdin əslində. Əla, super, biz səni bitirdik. Səninlə qısaca bir söhbət eləmək istəyirəm, həqiqətən, Ervinlə bağlı. Videoların, yəni həqiqətən çox maraqlıdır və bir çox kütlə tərəfindən izlənilir hal-hazırda. Yəni, mən özüm də dəfələrlə hər rubrika çıxan kimi, demək olar ki, abunə olmuşam, az qala subscribe olmuşam, bir baxıram videolara. Bu ideya sənə ağlılardan gəldi ümumiyyətlə? Bu ideya normalda mən məsələn videolara baxanda qabağıma çıxır reelslər və yaxud da baxdığım köhnə filmlərdən. Onların hamısını saxlayıram. Sonra vaxtaşırı girib seçirəm onların arasından ki, hansı daha maraqlıdır ki, dublyaj eləyərəm də. Bir dəfə də onların bir videosu çıxdı qabağıma, həmin o kinoteatrda olan səhnə. Onu gördüm, dedim ki, nəsə maraqlı bir şeydir. Bunu biraz da dəyişib yığsam, yəni paylaşım üçün maraqlı bir şey olar, kontent olar. Elə oldu ki, paylaşdım. Üstündən bir ay keçəndən sonra daha çox yayıldı. İkinciyə artıq tələbat oldu. Gördüm ki, diqqət çəkdi. Özümə də maraqlı oldu. Yəni fərqli bir üslubu idi dublyajların arasında. Sonradan heç nə, ikincini elədim, üçüncünü elədim. Bir ərəfə oldu ki, 3 aydan sonra ümumiyyətlə trendə düşdü. Götürüb insanlar başladı çəkməyə o səsini. Açığı heç gözləmirdim. Heç ağlımda yox idi ki, götürüb o səslə kimsə video çəkər. Məncə çox uğurludur. Hətta yəqin ki, bunun animasiyasını belə hazırlamaq olar. Onu mən də düşünmüşdüm ki, animasiyasını eləmək olar, maraqlı bir şeydir. Siz ikinci bölməyə keçək. İkinci hissəmiz Rasim. İkinci hissəyə keçid eləyək. Burada normalda dediyim kimi tənqidi kommentlər olur, amma səndə Rasim üzərindən irəliləyəcəyik. Sən sosial mediaya baxdım, incələdim, xülasə çıxartdım. Daha çox gələn maraqlı və diqqət çəkici kommentləri seçdim, filtrlədim. Aman tanrım, ben sənsə Rasim. Sən belə biləcəyin qərar. Amma sən fikirlərində hörmətlə, izzətlə, ehtiramla yanaşıram. Hörmətlə, izzətlə, ehtiramla nüansı var. Dialoq uzun gedirdi. Sözün əsl mənasını reka bastım, nə deyəcəyimi bilmirdim. Reka basandan sonra o hissəyə çatanda ağlıma gələn ilk sözləri demişəm orada. Heç ağlıma gəlməzdi ki, yəni o söz sırf ön plana da çıxacaq. Əslində bu çox maraqlıdır, belə spontan gelişməsi. Çünki biz ssenari üzərində gedəndə daha çox belə süni alınır da, belə izzətlə, hörmətlə dublaj çox maraqlı. Buna gələn kommentləri oxuyaq. İstəyirsən sən
Nigar səsini oxuya bilsən, bizim üçün çox qəşəng olar. Keçən dəfə böyük marketlərin birində idim. Bir məhsulun üzərində qiymət yox idi. Mən də ən yaxındakı işçini görən kimi yaxınlaşıb ondan məhsulun qiymətini soruşdum. O xanım da tərs kimi bilmirdi. Nə bilmir? Tərs kimi bilmirdi. Hə? Tərs kimi. Deyəsən yeni işçi idi. Marketin bu hissəsindən o biri bölmədəki başqa bir işçidən yüksək səslə qiyməti soruşdu. Tapın görüm işçinin adı nə idi? Rasi. Yəni bu əslində bir çox belə deyək də cəmiyyətdə bir çox hissəyə adaptasiya olub, yəni Rasim sözü. Mən də çox yerdə eşidirəm. Elə bayaq yolda gələndə də yolla keçirəm 2 dənə uşaq dayanmışdı. Bir də gördüm məni görən kişi elə Rasim dayanmadan qışqırırlar. Sonra 5 dəqiqə sonra arxamca gəliblər ki, bir dənə video çəksinlər, mən Rasim deyim, nə var videoda. Çox maraqlıdır. Yəni normalda cəmiyyətdə bir çox şeylər neqativ üzərindən gedir. Səninki çox pozitiv bir mesajdır və bir məşhur Rasim adı üzərinə fokuslanıb deyə çox pozitivdir həqiqətən. Yes. İkinci videoya keçək istəyirsən, fərqli bir fikrin yoxdursa. Rasim addasan. Bir də evdəkilər də yəni yatıblar ya da ki, ümumiyyətlə gecə vaxtıdır da. Yuxarıdan otaqdan ancaq bu səs gəlir. Rasim. Hələ ilk dəfədir. Nə onlar bilir, nə özüm də birinci dəfə eləyirəm. Sonradan sonra düşmüşəm, atam görürəm ki, mesaj yazıb orada ki, o nə səs küydü orada. Qışqırırsan. O hansı qızdı səsi gəlir orada. Səsidir də orada. Okey, sən buna gələn koment oxuyaq. Bipləyəcəm zaten, biraz plus 18-dir. Moto Tarlan adlı birisi yazıb. Rasim yer, bir də səylə görüşə gəlməz. Kinoya gəlməz daha doğrusu. Mən olsam mən də getmərəm belə bir insandan. Kinoteatrda ən sevmədiyim şeydir, yanımda kimsə səs salsın, nə bilim, o popcorn səsi olsun, ya kimsə danışsın, söhbət eləsin. Yes, üçüncü videoya keçək. Hə, bu influencerlərlə bir yerdə oxumusan. Şahsayağı, bir də Günay Səməd. Xor şəklində oxuyurlar. Okey, buna gələn komment nədir? Bunu sən oxu, çünki Nigar səsidir. Deməli, Rasim çox beynimdən, çıx beynimdən. Rasim uje psixoloqum pozulub, psixoloqum pozulub. Psixoloqum pozulub. Psixoloqum pozulub. Rasim hissəsi bitdi. Keçirik üçüncü hissəyə. Mən kiməm? Mən kiməm hissəsində sən 4 nəfəri tapmağa çalışacaqsan. Mən o 4 nəfəri düşünmüşəm. Sən 1 dəqiqə vaxt verirəm. Əgər 1 dəqiqə çox qısa olsa, sonradan 1 dəqiqə 30 saniyə keçə bilərik. Sadəcə istəyirəm daha sürətli, belə hərarətli olsun suallar. İnşallah tanıdığım insanlardan hamısı. 4-ünü də sən tanıyırsan. Vəsiyo, başlayırıq. 1 dəqiqə vaxtım var. 3, 2, 1. Deməli, birincidə Azərbaycanlıdır. Azərbaycanlıdır. Azərbaycan blogerdir, yox. Hə. Daha çox Instagramda paylaşımlar edir. Yox. YouTube'da paylaşımlar edir. Yox. TikTok'da paylaşımlar edir. Bəli. Rəqs videolar çəkir. Yox. Bərbər deyil. Yox. Çox hype'dadır. Hype'dadır. Müğənnidir, oxuyur yoxsa? Yox. Canlılar çox açır, belə kömək eləyim. Və çox tənqid olunur. Çox tənqid olunur. 21 saniyən qaldı. Hər hansı bir peşə ilə məşğul olan bir insan deyil. Ancaq yayında. Gülbala deyil. Doğrudur. Təbrik edirəm, düz tapdın. Son 10 saniyə qalmış tapdı həqiqət. Necə tapdın? Çünki bir dənə yayında bu dəqiqə linç söhbətinə görə çox ağlıma o gəldi yəni. Mənim ağlıma hardan gəldi? Mənim videoma komment yazmış ki, bu mənəm. Başqa birisini soruşmuşdum. Dedim bu səfər elə onu eləyim. İkinci qonağa keçid eləyək, hazırsansa. O da Azərbaycanlıdır. Bəli. Yayın açır. Yox. Instagramda məşhurdur. Yəni, hə. Musiqi ilə məşğuldur. Yox. Content yaradır. Daha belə bilgiləndirici yoxsa komedikdir? Hə. Əsas o 4 personajdan biridir. Hilal, Rəfin. Soruş bilmirəm. Yaxşı. Bu sosial şəbəkəsi çox aktivdir. Yes, çox aktivdir. Kütləsi də çoxdur. Uzun metrajlı da daha çox çəkir, belə deyim. Uzun metrajlı Elmar Liv. Yox. Talih Hüzbeyev. Yox. Amma çox yaxınlaşdın. Alixan Rəcəbov. Düzdür. Doğrudur. 15 saniyə qalmış. Biraz uzun metrajlı demək istəyirəm çünki Əlixan daha film janrında daha çox çəkir, belə ona görə. Yes. Yaxşı getsən əslində, çox sürətli tapsan. Birinci dəfə biraz biz çətinlik çəkdik, amma sən görürəm yaxşı getsən. Üçüncü qonağa keçid eləyək. Üçüncü qonaq mənim ən sevdiyim insanlardan birisi həqiqətən. 3, 2, 1. Sosial şəbəkədə aktivdir. Bəli. Instagramda bilgiləndirici. Yox. Instagramda yox, TikTokda videolar var. Yox. YouTube'da. Yox. Heç birində. Sosial şəbəkə hamısını saymadın. Nə qaldı? Onda Twitch falan yayıncıdır. Yox, yox. Instagramı dedin, o birisini demədin. Facebook. Facebookda ümumiyyətlə mən girməmişəm deyə, onda bir bu məncə tapa bilməyəcəm. Videolar da viral olur, amma özü video çəkmir yəni, daha çox Facebookda. Video çəkmir, daha çox onda yazı ilə paylaşımlar eləyir. Şeirlə bağlı bir şeydir yoxsa? Var, şeirlə bağlı paylaşımlar var. Rejissor deyil. Yox.
Bunu məncə bilməyəcəm. 15 saniyə taparsan, bildiyin birisidir. Çıxışları çox viral olur, kesit kimi paylaşılır. Cəmiyyətə yön verir, belə deyək. Cəmiyyətə yön verir. 3 2 Bildiyim biridirsə belə. 1. Tamam. Bu hissə izləyicilərdən soruşaq. Sizcə bu şəxs kimdir? Şərhlərdə yazmağı unutmayın. Tamam. 4-cü qonaq keçək. Son qonaq. Yaxşı getsən. 3-ündən 2-sini tapdın. 4-cü qonaq keçək və son qonaqdır bu. 3 2 1. Müğənnidir. Yox. Instagramda videolar paylaşır. Bəli. Komedikdir videolar. Bəli. Uzun metrajlı bir şey çəkmir. Yox. Daha çox qısa reels formatında. Kişidir. Kişidir. Hilaldır. Yox. Ancaq komedik videolar paylaşır onda. Qəşəng çəkir özü də. Qəşəng videolar çəkir. Qəşəng hazırlayır. Bitdi. Hype-dadır bu aralar. O da hype-dadır. Tamam, izləyicilərdən soruşaq. Bunu da izləyicilərdən soruş. Yaxşı. Sizcə 4-cü şəxs kimdir? Şərhlərdə yazmağı unutmayın. 4-cü hissədə yenə sənə 4 dənə sual soruşacağam. Bu 4 sualda top 5 olan mövzular üzrə top 5, yəni yeri tutan nesnələri tapmağa çalışacaqsan. Hazırsan? Olar. Başlayaq. Birinci sual. Dünyada ən çox yeyilən top 5 yemək hansıdır? Yəni ki, fast fooddur, burger. Hamburger ikinci yerdədir, doğrudur. Böyük ehtimal pizza da var. Pizza birinci yerdədir, doğrudur. Yaxşı getsən. Bu ərəfələ daha çox eşitdiyim sushi olub. Sushi mən də gözləyirdim. Həqiqətən sushi çox yox populyardır, amma mənbələrdən baxdım, həqiqətən sushi top 5-də yoxdur. Burger dedim, biri burgerə yaxındır. Masada. Kartof fri, yəni ki. Yox, kartof fri deyil, amma kartof fri o da qızardılmışdı. Toyuq qanadları deyil. Yes, qızardılmış toyuq 5-ci yerdədir. 3-cü və 4-cü yerlər qaldı. 3-cü yer biraz belə deyim, kasıb yeməkdir. Yəni belə şeydir də, onu tələbələr də yeyir məncə. Bu bizim ölkə üzərində deyil, ümumi. Bizim ölkə üzərində deyil. Yəni genel olaraq daha ucuz alınan bir şeydir, marketdən alınan bir şeydir. Ona görə bunu çox yemək olur. Verməşil olur. Verməşil deməyə noodle'dur. Yes, noodle 3-cü yerdədir. 4-cü yer qaldı. 4-cü yer sizin izləyicilərinə soruşaq. Sizcə dünyada ən çox yeyilən 4-cü yemək hansıdır? Şərhlərdə yazmağı unutmayın. İkinci sual keçid eləyək. İkinci sualda mən ölürəm də. Yəni belə top 5 görməmişdim indiyəcə. Yəni bu tarix boyu çəkdiyim 65 dənə top 5 çəkmişəm. Mənə görə ən gülməlisidir, sənə denk gəldi. Çox maraqlıdır. Azərbaycanda uşaqlara qoyulan ən gülməli top 5 ad hansıdır? Limitləri biraz zorla yəni. Birini deyəcəm. Xiyar var orada. Xiyarə adı var. Xiyar deyil, xiyarə qız versiyası. Yes, adama ad qoyublar, mənə qədər çox gülməlidir deyə. Xiyarə adı birinci yerdədir. Gör, onu da ayırıblar, cinsiyyəti ayırıblar. Birini deyəcəm, biraz biədəb səslənir. Məmiş adı yoxdur. Məmiş adı bu adlar içərisində var, amma top 5 içərisinə salmalı. Biri şey adıdır, belə çərəz adıdır. Qoz. Yox, qoz deyil. Fındıq. Yes. Fındıq adı 4-cü yerdədir. Traktor qoyublar. Traktora çox yaxındır. Sizə ikincidə kömək eləyim. İkinci yer kombayn adıdır. Yes. Beşinci yer bir oyun adıdır. Çox oynanılır gənclər arasında. İnsanlar bir-birini tapmağa çalışır, nədir? Mafiya. Yes. Mafiya adı 5-ci yerdədir. Üçüncü yer qaldı. Üçüncü yer sizin izləyicilərinə soruşaq. Sizcə Azərbaycanda uşaqlara qoyulan ən gülməli top 5 ad arasında üçüncü ad hansıdır? Şərhlərdə yazmağı unutmayın. Üçüncü sual. Azərbaycanda ən çox ixtisasa sahib top 5 universitet hansıdır? Top 5 İqtisad Universiteti. İqtisad Universiteti doğrudur, 4-cü yerdədir. 20+ ixtisas qeyd olunub. Memarlıq inşaat. Memarlıq inşaat top 5-də yoxdur. Başqa Ad Universiteti. Ad Universiteti top 5-də yoxdur. Daha belə deyim, tələbələrin çox axın elədiyim UNEK kimi məsələn. Bakı Dövlət Universiteti. Bakı Dövlət Universiteti 1-ci yerdədir. 100+ ixtisas qeyd olunub. Dillər Universiteti ola bilər. Dillər Universiteti top 5-də yoxdur. Digər universitetlər də belə dediyim kimi Bakı Dövlət kimi, UNEK kimi geniş yayılan universitet, adı bilinən universitetlərdəndir. Neft. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 2-ci yerdədir, 40+ ixtisas qeyd olunub. 3-cü və 5-ci yerlər qaldı. Yes, biri 6 il oxunulur desəm kifayətdir yəqin. Tibb Universiteti. Tibb Universiteti 5-ci yerdədir. Onlara nisbətən daha az ixtisasa sahibdir. 3-cü yer qaldı. 3-cü yer izləyicilərinə soruşaq. Sizcə Azərbaycanda ən çox ixtisasa sahib 3-cü universitet hansıdır? Şərhlərdə yazmağı unutmayın. Və son sual gəlir top 5-də. Azərbaycanda kənd sayı ən çox olan top 5 rayon hansıdır? Məsələn, Zaqatala necə böyük bir ərazi kimi görürəm. Orada məncə kənd çox ola bilər. Zaqatala top 5-də yoxdur. Amma demək olar ki, bu zonaların 5-i də bəlkə də hamısı o bölgəyə yaxındır. 5-i də. Oralara yaxın bölgələrdir, belə deyim. Yuxarı zonaya yəni. Quba. Yes, doğrudur. Quba 1-ci yerdə qeyd olunub və 150+ kənd qeyd olunub. Qusar. Doğrudur. Qusar 4-cü yerdədir. 90+ qeyd olunub kənd. Birində belə deyim, seismik zonadır. Belə zəlzələlər falan da olmuş deyəsən. O Şamaxı. Yes, doğrudur. Şamaxı 3-cü yerdədir. 100+ kənd qeyd olunub. 2-ci və 5-ci yerlər qaldı. Biri Şamaxıya yaxın rayonlardan birisidir yenə. İsmayıllı var. Düz doğrudur. İsmayıllı 5-ci yerdədir. 80-90 kənd qeyd olunub. 2-ci yer qaldı. 2-ci yer izləyicilərinə soruşaq. Sizcə Azərbaycanda kənd sayı ən çox olan 2-ci rayon hansıdır? Şərhlərdə yazmağı unutmayın. 3-cü hissəni də bitirdik. Keçirik 4-cü hissəyə. O yoxsa bu.
Deməli, o yoxsa bu da sənə 2 option verəcəm. Məsələn, bu dediyim kimi pizza yoxsa burger, filan şey yoxsa bu. Axırda bir seçəcəksən ki, ən favori olduğun hansıdır? Birinci sualdan başlayaq. Bilmirəm bu mövzuya nə qədər hakimsən, amma izləyicilər mövzunu çox xoşlayır, xüsusən qadınlar çox xoşlayır. Səncə ən ağılsız bürc hansıdır? 2 option verəcəm. Dolça yoxsa əkizlər? Dolça yoxsa əkizlər? Əkizlər yoxsa qız? Əkizlər. Ağılsız deyir ya. Sonra əkizlər qızlar sən yazırlar. Bunu sonunda əvvəl-axır biri. Əkizlər yoxsa əqrəb? Əkizlər. Əkizlər yoxsa oğlaq? Oğlaq. Oğlaq yoxsa tərəzi? Tərəzi. Tərəzi yoxsa buğa? Buğa mənəm deyə onu seçmirəm, amma tərəzi. Tərəzi yoxsa balıq? Balıq. Balıq. Balıq, okey. Balıq yoxsa xərçəng? Xərçəng. Xərçəng yoxsa şir? Xərçəng. Xərçəng yoxsa oxatan? Xərçəng. Yaxşı, mən seçmə. Son seçim, xərçəng yoxsa qoç? Çox yaxşı yerdə mənə xərçəng. İzləyicilərdən soruşaq, sizcə bu bürclər arasında ən ağılsız olan hansıdır? Şərhlərdə yazmağı unutmayın. Tamam, keçək ikinci suala. Bu müğənnilərlə bağlıdır. İndi bu müğənnilərdən hücum gələ bilər. Videonun sonra biz sadəcə təxmin eləyirik. Yəni bu real bir nəticə deyil. Səncə Azərbaycanda ən varlı müğənni hansıdır? Opsionları verirəm. Damla yoxsa Namiq Qaraçuxurlu? Namiq Qaraçuxurlu. Namiq Qaraçuxurlu yoxsa Mir Yusif? Namiq Qaraçuxurlu. Namiq Qaraçuxurlu yoxsa Şəbnəm Tovuzlu? Namiq Qaraçuxurlu. Namiq Qaraçuxurlu yoxsa Nadir Qafarzadə? Nadir Qafarzadə. Nadir Qafarzadə yoxsa Elnarə Xəlilova? Nadir Qafarzadə. Nadir Qafarzadə yoxsa Rəqsani İsmailova? Nadir Qafarzadə. Nadir Qafarzadə yoxsa Aygün Kazımova? Aygün Kazımova. Aygün Kazımova yoxsa Röya Ayxan? Aygün Kazımova. Tamam, son sual. Aygün Kazımova yoxsa Emin Ağalarov? Emin Ağalar. Bəs bunu müğənni olaraq sırf götürsən, yəni şeydən qazanmaq. Müğənni olaraq məncə Aygün Kazımova. Onda Aygün Kazımovanı seçək məncə. Çünki daha müğənni olaraq götürsək, yes, o çox olar dedi. İzləyicilərdən soruşaq, sizcə müğənnilər arasında ən varlı olan hansıdır? Şərhlərdə yazmağı unutmayın. Və o yoxsa bu da son sual. Burada artıq biraz mövqe qoymuş olacaqsan. Bu çünki sənin olduğun sektordur. Səncə hansı influencer daha yaxşıdır? Rafiniş yoxsa İlkin Xəlil? Gedəni qırdıram. Rafinlə video çəkmişəm. İlkin Xəlil. İlkin yoxsa Hilal Əlizadə? Hilal Əlizadə. Hilal Əlizadə yoxsa Liana Rüstəmli? Hilal. Liana sənin videon yox idi? Liana nə yoxdur. Yox da, deyirdim olsaydı buradan vurar. Hilal Əlizadə yoxsa Güney Rəhim? Hilal. Hilal Əlizadə yoxsa Elvin İbra? Hilal. Hilal Əlizadə yoxsa Toğrul Qurbanov, Energizer? Aha, bildim. Hilal. Hilal Əlizadə yoxsa Baynihat? Hilal. Son sual, Hilal Əlizadə yoxsa Ervin Paşa? Hilal. Hilal politik davranışı özü seçməlidir. Niyə Hilal səncə? Mimikaları çox maraqlıdır. Yəni mən mimikalarına, bir də ki mizahi açıdan daha çox ona gülürəm. Diqqətimi çəkir. Digər influencerların da, content makerlərin də hamısının videoları doğrudan da maraqlıdır. Yəni hamısını da izləyirəm, hamısını həqiqətən sevərək izləyirəm. İzləyicilərə soruşaq, sizcə bu influencerlar arasında ən yaxşı olan hansıdır? Şərhlərdə yazmağı unutmayın. 5-ci hissəyə keçid edirik. 5-ci hissə final bölməsidir. Bu bölmədə sənə izləyicilərə bir məsləhət verməli olsan nə deyərdin, onu soruşacağam. Ondan qabaq isə səndən podkast barədə fikirlərimi almaq istəyirəm və onun üzərinə neçə verdiyi bilmək istəyirəm. Buyur, ilk olaraq podkast barədə fikirlərim. Podkast haqqında fikirlərimi bildirim. Doğrudan çox maraqlıdır. Sırf digər podkastlardan ən böyük fərqi ondadır ki, oyunların olması daha əyləncəli hala gətirir. Plus həm də ki maraqlı keçir. Yəni mən şəxsən bilmirəm indi 1 saat keçdi yəqin ki, yoxsa 45 dəqiqəmi 1 saata yaxın. Necə keçdi heç hiss eləmədim. Ki suallar da çox maraqlı idi. Elə beynimdə düşündüyüm bir neçə sual var idi, o oldu təsadüfdən. Elə bir hazırlaşıb gəlmiş kimi oldum birinə. Doğrudan da çox maraqlı layihədir. Uğurlu olsun, davamlı olsun. İnşallah ki bir neçə ildən sonra yenə də iştirak eləmək istəyərəm. Artıq daha belə pillələri artırdıqca daha başqa bir personajla, daha fərqli bir işlərlə burada qonaq olmaq istəyərəm. 10 üzərindən obyektiv verə bilərsən yəni burada. Yəni təbii ki, hal-hazırda 10 üzərindən 10-dur mənim üçün. Çünki ümumilikdə digər podkastlara nisbətdə çox maraqlıdır deyə. Təşəkkür edirəm, çox sağ ol. Bu arada 10 üzərindən 10 özüm vermərəm. Yəni hələ ki də az verirəm, amma çox sağ ol həqiqətən gəldiyin üçün, iştirak elədiyin üçün. İzləyicilərə bir məsləhət verməli olsan, bir belə deyək də, influencer olaraq, bir cəmiyyəti yönləndirən bir insan olaraq sənin fikirlərin izləyicilər üçün çox önəmlidir həqiqətən. Ona görə səndən bir məsləhət istəyirdik. Buyur. İzləyicilərə məsləhət verəcək olsam, yəni biz də hamımız influencerlar daxil, fərq eləmir. Yəni ümumiyyətlə tanınmış simalar daxil, hamımız eyni insanlarıq
Sadəcə olaraq baxdığınız, izlədiyiniz hər şeyi sorğulayın ki, mən niyə baxıram buna və yaxud çıxartdığım nəticə nədir? Ola bilər ki, baxdığınız kontentdə hər hansısa bir vulqar ifadə olsun və yaxud da nə bilim pis vərdişlər göstərilən bir şey olsun. Bu o demək deyil ki, siz onu götürüb kopyalamalısınız. Siz sadəcə oradan baxıb bir ibrət də götürə bilərsiniz. Yəni baxdığınız hər şeyi sorğulayın və niyə baxırsınız, bunu özünüzdə dərk edib belə baxın deyərdim. Çox sağ ol, həqiqətən çox dəyərli məsləhətlərdir. Belə videomuz sonlanır. Son olaraq YouTube-un olmazsa olmazı videonu bəyənməyi, kanala abunə olmağı unutmayın və növbəti qonaq olaraq kimi görmək istəyirsinizsə şərhlərdə yazmağı unutmayın. Belə, çox sağ ol gəldiyin üçün təşəkkür edirəm. Xoş oldu, şad oldum. Növbəti verilişlərdə görüşənədək hələlik. Hələlik. Sağ olun.